Uşaqlar, iyunun 1-i 2025-ci il qəbul suallarına baxırıq. Birinci şans imtahanıdır. Birinci sualdan başlayaq. Deyir, mayelərdə Paskal qanunun doğruluğunu hansı cihazla yoxlamaq olar? Mayelərdə bilirik ki, Paskal qanunu nədir? Deyir, maye və qazlarda xaricdən olunan təzyiq bütün istiqamətlərdə bərabər ötürülür. Bu nə deməkdir? Yəni, xarici mayelərdə Paskal qanunu təzyiqlə bağlıdır. Yəni, onun təzyiqi ilə bağlıdır. Əgər qanunda təzyiqdən söhbət gedirsə, mayelerin təzyiqini nə ölçür? Mayeli manometr ölçür. Ona görə də olar A variantı, Y variantı. 32-ci sualda bizə belə bir XT qrafik veribdir. Mexaniki rəqslər bölməsindən sualdır. Təcilin amplitud qiymətini istəyir. Qrafikdən görürük ki, XM var. Amplitud 0.8-dir. Periodumuz 4 saniyədir. Bərabərdir 4. Pi var 3-dür və təcilin amplitud qiymətini istəyir. AM bərabər nəyə? Omega kvadratı XM-ə. Omeganı da periodla əvəz eləsək, olacaq 4pi kvadratı bölünsün T'nin kvadratı vurulsun XM. Burada da 4 vurulsun P'nin kvadratı 9. XM 0.8 oldu. Period da 4 oldu. Kvadratı 16 eləyər. İxtisar gedər 4, 0.2. 0.2-ni 9'a da vuranda cavab eləyər 1.8. Yəni C variantı. Sonra 33-cü sual. Deyir, sürtünmə əmsalı 0.5-dir. Üfüqi səth üzərində kütləsi 2 kiloqram olan arabacıq F bərabərdir 25 Newton dartı qüvvəsinin təsirinin hərəkət edir. Hansı qrafikdir arabacığın sürətinin proyeksiyası zamanın asılıq qrafikini ifadə edir? Baxırıq ki, cisim X oxun əksinə hərəkət edir. Dartı qüvvəsi də X oxun əksinədir. Amma bilmirik sürtünmə qüvvəsi necə yönəlib. Daha doğrusu sürtünmə qüvvəsinin qiyməti nə qədərdir? Amma hesablaya bilərik də sürtünmə qüvvəsi nəyə bərabərdir? Mü mc-yə bərabərdir. Mü 0.5, M 2 kiloqram, J isə 10'dur. Bu nə qədər eləyir? Sonda 10 alınır. Sürtünmə qüvvəsi 10, dartı qüvvəsi 25'dirsə, yəni dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdürsə, bu necə hərəkət idi? Yeyinləşən hərəkət idi. Yeyinləşən hərəkət özdə hansı istiqamətdə? Görürük ki, X oxu sağa yönəlibdir, amma sürət sola yönəlib. Deməli, X oxunun əksinə yeyinləşən ümumiyyətlə hansılardır? Bir C-dir, bir D-dir. X oxun əksinə yeyinləşən deyirsə, artıq, yəni başlanğıc sürət mənfi olan, budur, D variantı. Sonra 34-cü sual. M1 və M2 kütləli iki maddi nöqtə arasında gravitasiya qüvvəsi F-dir. Bu M1 və M2-nin arasında gravitasiya qüvvəsi F-dir. Gəlin bunu açıq yazaq. F bərabərdir, yəni F1-2, birinci və ikinci cismin arasında cazibə bərabərdir. J vurulsun M1, M2 bölünsün onlar arasında məsafənin kvadratına. Bərabər eləyirəm. J sabit kəmiyyətdə saxlayıram yerində. M1 qalsın elə M1. M2 də elə qiyməti yoxdur. Bir dənə burada M3'ü veribdir. Yəni, o da qalsın elə olduğu kimi M2. Və bunlar arasında məsafə deyir, bölgülər bərabərdir. Deməli, bunlar arasında məsafə 2 dama var. 2 damanın kvadratı eləyir 4. Yəni, bu bərabərdir bir F-ə. Birinci və ikinci cismin arasında cazibə qüvvəsi. Şərtdə deyir. Sonra deyir, siz 1-dən 3-ün arasında cazibə qüvvəsini tapın. Eyni düsturu 1 və 3-cü cisimlər üçün də yazacağım. Yazacağım J vurulsun M1, M3 bölünsün R-in kvadratı. J qalsın burada. M1 qalsın. M3'ün yerinə yazacağım. Bax bu şərtdə 2M2, 2M2 və bunlar arasında məsafə 1, 2, 3, 4'dür. 4'ün kvadratı eləyir 16. Nə oldu? J vurulsun 2 ilə 16 ixtisar gedər. J vurulsun M1, M2 bölünsün 8 eləyər. Əgər J M1, M2 bölünsün 4 F-dirsə, J M1, M2 bölünsün 8 F bölə 2 eləyəcək və yaxud da J M1, M2'yi buradan tapsaq nə olar? J M1, M2 bərabər olar 4 vurulsun F-ə. Düzdürmü? 4 F-ə. Gətirib burada yerinə qoysaq, bax bunun yerinə yazsaq 4F bölünsün 8. 4 ilə 8 ixtisar gedər. F bölünsün 2 eləyər cavab. Yəni B variantı. Sonra 35-ci sual deyir, kvadratın mərkəzində elektrik sahəsinin intensiv vektoru hansı istiqamətdə yönəlib? Bura kvadratın mərkəzidir. Yükləri adlandıraq. 1, 2, 3, bu da 4 olsun özümüzdə. Birinci yük mənfi yükdür. Mənfi yükün elektrik sahəsinin yəni intensivlik xətləri necə yönəlir? Təbii ki, mənfi yükdə özünə daxil olur. Bu olsun Y1 vektoru.
Bu da ikinci də mənfi yükdür. Oradan da gəlib özünə daxil olur. Bu da olsun Y2. Müsbət yükün qüvvə xəttləri isə özündən çıxır. Yəni gəlir bu ortada mərkəz nöqtədən çıxır. Gedir belə olur Y3. Y4 daha doğrusu bu çünki 4'dür. Üçüncü də müsbət yüklü gəlir buradan çıxır. Bu da olur Y3. Görürük ki Y2 ilə Y4 eyni istiqamətdədir. Toplanır. Belə olur. Və Y1 ilə Y3 də eyni istiqamətdədir. Onlar da toplanır, belə olur. Bu ikisinin əvəzləyicisi sanki superpozitsiya prinsipinə tabe olduğu üçün intensivlik. Bax, bu ikisinin əvəzləyicisi üzü yuxarı yönələr. Üz yuxarı da 3 vektorudur. 3 də A variantındadır. Düzgün cavab olur A. 36-dır. Sabit həcmdə verilmiş kütləli. Sabit həcmdə deyirsə, deməli bu izoxor prosesdir. V bərabərdir konstantdır. Qazın mütləq temperaturu 3 dəfə azaldı. Yəni T2 bərabərdir. Əvvəlki temperatur nə qədərsə olubsa, sonra 3 dəfə azalıbdır. Təzyiqi isə 500 paskal azalıbdır. Yəni əvvəlki nə olubsa, ondan 500 paskal azdır. Təzyiqin əvvəlki qiymətini tapın. Bilirik, izoxor prosesdə Şarl qanununa görə təzyiq və temperatur düz asılıdır. Ona görə yazacağım P2 böl P1 bərabərdir T2 böl T1. Bundan sonra P2'nin yerinə P1 çıxılsın 500 bölünsün P1. T2'nin yerinə T1 bölünsün 3. T1 də burada dursun. T1'ə ixtisar getdi. 3 qaldı burada. Bir də nisbətlə yazımlab. P1 çıxılsın 500. Bölünsün P1 bərabərdir 3'də 1'ə. Tənasübü həll eləsəm 3P1 çıxılsın 1500 bərabərdir P1'ə. P1 bu tərəfə keçirəm. 2P1 bərabərdir 1500. P1 də bərabərdir 750 olar. Başlanğıc təzyiq istəyir bizdən də. Elə cavab olar 750 D variantı. 37'dir. Fotoeffekt zamanı udulan fotonun enerjisi çıxış işindən 3 dəfə böyükdür. Yəni Y foton bərabərdir 3 dənə A çıxışa. Fotoelektronların maksimal kinetik enerjisi nəyə bərabərdir? Einstein düsturu bilirik ki, Y foton bərabərdir Y kinetik üstə A çıxışdır. Bu düsturdan biz Y kinetiki taxsaq, olarmı Y foton çıxılsın A çıxış? Gətirib Y fotonun bu düsturun, yəni qiymətini yerinə qoysaq, 3 dənə A çıxış, çıxılsın A çıxış, qalar 2 A çıxış. Yəni kinetik enerji bərabər olar 2A çıxışa. Y variantı. 38. Sabit qüvvənin təsiri ilə müxtəlif cisimlərin aldığı təcillərin onların kütləsinə asılı qrafik verilib. Bu qüvvənin qiymətini müəyyən eləyin. Bilirik ki, qüvvə nədir? MA-dır. Ya MA-nı belə götürərik, ya belə götürərik. Yəni 4'ü 10'a vurarıq, 8'i 5'e vurarıq. Qüvvə üçün alarıq ki, 40 Newtondur. A variantı. 39'da 3 naqilin volt-amper xarakteristikasını verilmişdir. Naqillərin R1, R2, R3 müqavimətləri arasında münasibət. Bilirik ki, R nəyə bərabərdir? U bölək İ'dir. Bizə demişik ki, əvvələnə. Burada aşağı qolun yuxarıya nisbəti, yəni bitişik katetin qarşıda o birisi katetin nisbəti, bucağa bitişik katetin digər katetin nisbəti bizə verir kotangensi. Yəni U bölə I aşağıdakı qolun yuxarıdakı qola nisbəti bizə verir kotangens alfa. Əksinə, düstur I bölünsün U olsaydı, yəni olacaqdı yuxarı qolun aşağı qolun nisbəti tangens alfa. Amma burada kotangensdir. Və kotangensdə deyirik tərs funksiyadır. Yəni bucağı artdıqca, məsələn 30 dərəcədən 60 dərəcəyə artdıqca kotangensin qiyməti azalır. Yəni bucağın qiyməti artdıqca özünün qiyməti dəyəri azalır. Tangens isə düzdür. Yəni tangesdə əksinədir. Deməli R1'in bucağı nədir? Kiçikdir. R1'in bucağı, yəni R1 qrafik xəttinin U ilə əmələ gətirdiyi bucaq kiçikdir. Deməli ən böyük R1'dir. Bucaq kiçikdir deyənə. R2 təbii ki ortadadır. R3'ün bucağı ən böyükdür. Deməli kotangensi ən kiçikdir. Bu nə olar? Böyükdür R3'dən. R1 böyükdür R2'dən, o da R3'dən B variantı olar. Sonra 40. Bir cins zərrəciyin sahəsində çevrə üzrə hərəkət edən yüklü zərrəciyin impulsu azaldılarsa, impulsu azaldılır. Dövrətmə periodu və cızdığı çevrən radiusu necə dəyişir? Period 2pm bölünsün QB-dir. Bilirik ki, aslı deyil period. Period impulsdan aslı deyil. Yəni period dəyişməz.
Ya budur, ya budur. Radiusu isə R bərabərdir. Birinci impulsdan söhbət gedirsə, impuls bərabərdir QB-R-ə. QB-R. Buradan R-i tapsaq, olacaq P bölünsün QB. Əgər impuls azalırsa, radius da azalar. Elə düzgün cavab olar D variantı. Çünki buradan görürük ki, R ilə P düz asılıdır. Gəlirik 41-ci suala. Bu sual deməli başlanğıc koordinatları eynidir. Eyni yerdən başlayırlar cisimlər. Birinci cisim sabit eyni hansı sürətlə başlamışsa gedir. İkinci cismi isə getdikcə sürəti artır, yeyinləşir, yeyinləşə hərəkət edir. Sürət artırsa, deməli bu uzaqlaşacaq birinci cisimdən. Nə qədər artdısa, bu hissədə də hələ də bunlar arasında məsafə çoxdur. Yenə bunun sürəti artır, amma bu hələ də onunla gedir məsəl üçün. Aralarında məsafə kəskin artacaq. Sonra yenə də hələ də bunun sürəti ondan çoxdur. Bu hissədə də artacaq. Ən böyük məsafə bunların arasında qrafik xətlərin kəsişdiyi T4 nöqtəsidir. Deməli deyirik ki, qrafik xətləri kəsişənə qədər bu cisimlər bir-birindən uzaqlaşır. Kəsişdiyi nöqtə ən böyük məsafədə aralarındakı. Kəsişəndən sonra, soruşsa ki, harda yaxınlaşır? Bax, kəsişəndən sonra T4, T5-də artıq bu cisimlər bir-birinə yaxınlaşır. Bizdən ən böyük məsafəni istəyir. T4-dür, D variantı götürərik. 42-də deyir, harmonik rəqs edən yaylı və riyazi rəqqaslar verilmişdir. Rəqqasların rəqs tezliyi bərabərdir. Yaylı rəqqasın rəqs tezliyi nü bərabərdir 1 bölünsün 2 pi K bölünsün M. Digər riyazi rəqqasın ki 1 bölünsün 2 pi J bölünsün L'dir kök hatta. Deyir, bunlar bərabərdir. Bunları bir-birinə bərabərləşdirsə, əlbəttə 2 pi'lər gedər, köklər də gedər. Qalar K bölünsün M bərabərdir J bölünsün L. Bundan sonra da uzunluğu istəyir. Tənasübdən uzunluğu tapsaq, uzunluq bərabərdir MJ bölünsün K-ya. Belə olar. Sonra gətirib qiymətlərin yerinə qoyaq. M nə qədərdir? Yaylı rəqqasdan asılan cismin kütləsi 400 qramdır. Yəni 0,4 kiloqramdır. J 10'dur. Sərtlik də 8'dir. Buradan da 0,4, buradan silsəm, bura bir 0 artırsam, eləyər 2. Onda 20'də 10, yəni 2'də 1, 0,5 eləyər cavab. 0,5 metr. Bu da 50 santimetrdir. Ona görə 42'də cavab olar A variantı. 43'ə gəlirik. Deyir 2 vurulsun W bölünsün fi nəyin düsturudur, nə hansı kəmiyyəti müəyyən edir. Bunu vahidlə də eləyə bilərik, amma düsturla da eləyə bilərik. Deməli 2 və fi qalsın yerində. Enerjinin fi ilə 2 ilə bağlı düsturu hansıdır? Fi vurulsun I bölünsün 2'dir. 2'lər, fi'lər ixtisar getdi, qaldı I, yəni cəryan şiddəti B variantıdır. Düsturla da eləsək, vahidlə də eləsək də vaxt itirmək istəmirəm. Joule bölünsün faraddır. Hər ikisini açanda orada elə yəqin ki amper qalır təkcə. Farad yox, üzrü sayın. Maqnit selini farad yazdı. Maqnit selinin vahidi Weber'dir. Farad nədir? Üzrü sayın Weber. Aha, Joule bölünsün Weber'dir. Oradan açsaq açıram. Kilogram metrin kvadratı bölünsün saniyə kvadratı. Weber'in açılışı isə kilogram metrin kvadratı. Amper vurulsun saniyə kvadratı çıxır yuxarı. Saniyə kvadratı ixtisar gedir. Kilogram metrin kvadratı ixtisar gedir. Qalır amper cəryan şiddəti. 44'də deyir ki, ipə bağlanmış cisim şaquli müstəvidə bərabər sürətlə fırladılır. Əgər R nöqtəsində ip qırılarsa, cisim hansı istiqamətdə hərəkət eləyər? Cisim çevrə üzrə, baxın, buradan tutmuşuq sanki bu nöqtədən və bir ipə bir daş bağlamışıq və əlimizdə fırlayırıq. Fırlandıqca əgər bizim əlimizdə bu N nöqtəsində ip qırılsa, N nöqtəsinin ümumiyyətlə sürət vektoru necə yönəlir? Təbii ki, aşağı. N nöqtəsinin sürət vektoru aşağıdırsa, əvvəlindən zaten, deməli, həmin ip qırılanda da elə o aşağı gedəcək. C variantı olacaq. 45-ci sualda deyir, difraksiya qəfəsində 1 mm-də məsafə L bərabərdir 1 mm-dir. 10 üstü mənfi 3'dür. 500 dənə cizgi var, yəni cizgilərin sayı 500'dür. Tezlik bərabərdir 6 vursun 10 üstü 14'dür. Spektrdə alınan maksimumların ən böyük tərtibini istəyir. C var, K-nı istəyir bizdən. 3 vursun 10 üstü 8. Biz bilirik ki, D bərabərdir nəyə? K lambdaya. Digər tərəfdən D bərabərdir L bölünsün N. K da qalsın
Lambda yerinə S bərabərdir lambda nüdən. Lambdan tapırsan, gətirib qoyursan. S bölünsün nü. Bundan sonra K-nı istəyirsə buradan K-nı tapıram ki, L vurulsun nü bölünsün. Böyük M vurulsun S. 10 üstü 3, yəni mənfi 3. Nü oldu. 6 vurulsun 10 üstü 14. Say 500'dür. S də 3 vurulsun 10 üstü 8'dir. İndi hesablama aparsaq nə edər? 3 ilə bu 6 gedər 2 qalar. 10 üstü mənfi 3 gedər. Burada 10 üstü 11 qalar. 10 üstü 11'dən bu da 10'dur. Bu da gedər. Bir də 10 qalar. 20 bölünsün 5. O da eləyər 4. 4 də S variantındadır. 45'də S oldu. Sonra 46-cı sual. Deyir, verilmiş kütləli ideal qazı bir halından 2 halına keçir. Hansı mülahizə doğrudur? Baxırıq bir halında nə dəyişmir? Həcm dəyişmir. Həcmə perpendikulyarsa qrafik demişdi ki, həcm dəyişmir. Və nə baş verir? Ox aşağıdır. Təzyiq yuxarı. Bax, bu da aşağı deməkdir ki, təzyiq azalır. Yəni, hansı prosesdir? İzoxor soyuma. Təzyiq azalırsa temperatur da azalır. Deməli olur, izoxor soyuma. Deyir, hansılar doğrudur? Deyir, temperatur dəyişmir. Xeyr, temperatur dəyişir. Soyuyur cisim. Təzyiq azalır, yəni. Həm də izoxor prosesi təzyiq sabit qalmır axı. Sonra daxili enerjisi azalır. Bəli, temperatur azalır deyən daxili enerji azalır. Bu düzdür. Sıxlıq azalır. Sıxlıq dəyişmir. Çünki izoxor prosesdir. İzoxor prosesdə sıxlıq və konsentrasiya dəyişməz. Bu getdi. Sıxlıq artır dedik, dəyişmir. Daxili enerji artır. Xeyr, daxili enerji azalır. Çünki temperatur azalır. Bir dənə C variantı düzdür. 47-dir. Konturdan cərəyən şiddəti I bərabərdir 3 amperdir. Keçən maqnit seli fi bərabərdir 0.6'dır. İnduktivliyi tap. Bilirik ki, fi bərabərdir 50 vurulsun i'dir. 50 tapanda fi bölünsün i edər. Yəni 0.6 bölünsün 3. O da eləyər 0.2 Henry. Hani bu B variantı olar. 40 neçə? Gəlirik 48'ə. Vahiddir. Klon vurulsun, volt bölünsün kilogram nəyin vahididir? Diqqətli oluruq. Klon amper vurulsun saniyədir. Açırıq. Kökdə qalsın burada. Volt kilogram vurulsun metrin kvadratı. Bölünsün amper vurulsun saniyə kubudur volt. Və burada 1 kilogram var. Kilogram getdi, amper getdi. Buradan saniyə ilə bu getdi. 2 dənə qaldı. Metrin kvadratı bölünsün saniyə kvadratı kökdə. O da kökdən çıxar. Metr bölünsün saniyə. Bu isə nəyin vahididir? Təbii ki, sürətin vahididir. Ona görə olar A variantı. 49'da deyir, quru termometrlərin göstərişi eyni olan iki müxtəlif otaqda havanın rütubəti bu qədərdir. Biri 65'dir. Birinci otaqda 65'dir. 65%. İkinci otaqda 45%'dir. Deyir, müqayisə edin. Quru termometrin göstərişi yaş termometrin göstərişindən böyükdür. Bəli, quru termometrin göstərişi həmişə yaşdan böyük olur. Biri ortaya qoyuruq. Sonra otaqdakı su buxarı doymayan buxardır. İkisi də doymayan buxardır. Bunu da ortaya qoyuruq. Sonra otaqda mütləq rütubət daha böyükdür. Hansında fi böyükdürsə, orada mütləq rütubət böyükdür. Ona görə 3 bura yazırıq. Su buxarının parsial təzyiqi kiçikdir. Bunu hara yazarıq? Təbii ki, ikinci otaqda parsial təzyiq kiçikdir yazarıq. Çünki fi kiçikdir üçüncüdə. Fi kiçiksə parsial təzyiq də kiçikdir də. Çünki fi nəyə bərabərdir? P bölünsün P0 bölünsün 100%. Burada parsial təzyiq P'dir. O da fi'nin düz asıdır. Fi hansında azsa parsial təzyiq də orada daha kiçikdir. Cavab olacaq 3, 4, 1, 2. O da C variantıdır. 50-ci suala gəlirəm. Deyir, eyni cismi müxtəlif mayelərə saldıqda iplərdə yaranan gərilmə qüvvələri arasında münasibət budur. Sıxlıqlar, mayələrin sıxlıqlarını müqayisə edin. Deməli, yazırıq ki, bu cismə təsiri yuxarı gərilmə və F arximet yuxarı və mg aşağıdır. Ondan sonra tarazlıq şərtini yazırıq. F arximet üstə T gərilmə bərabərdir mg'yə. Və indi deyək ki, mayələrin sıxlıqları nə ilə müqayisə elə? Hə, mayələrin sıxlığı bunu müqayisə elə. Yaxşı, qoy mən buradan F arximeti açım. Rho maye JV üstə T bərabərdir mg'yə.
Deyir T1 böyükdürsə, onda bunu da keçirdim bu tərəfə də. T1 də keçirdim MC'dən bu tərəfə. Deməli, bərabər eləyirik. Bərabər eləyirik. MC çıxılsın T. İndi T1 getdikcə artırsa, T getdikcə artırsa, əlbəttə ki, bu tərəf azalacaq. Yəni, daha az olacaq. Bu cavab nə olacaq? Cavab olacaq T1 böyükdürsə, burada sıxlıqla tərs asılı olmuş olur da. Rho1 ən kiçik olur. Rho3 böyükdür, Rho2 böyükdür, Rho1 A variantı olar. Bax, bu asıllığa görə, düstura görə. 51-də deyir, bəhçisin mütləq uzanmasının, yəni delta L-in nisbi uzanmaya, yəni yox, başlanğıc uzunluğa. Delta L-in D0-a nisbətləri nəyi bildirir? Təbii ki, bu nisbi uzanmanın düsturudur. B variantı olar. 52 deyir, düz xətt boyunca hərəkət edən cismin koordinatının zamanla asılı qrafik verilibdir. Hansı hissədə kinetik enerji artır? Kinetik enerji nə vaxt artır? Sürət artsın gərək. Birinci hissəyə baxırıq, yeniləşən hərəkətdir. Bəli, sürət artır, kinetik enerji də artar. İkinci yavaşlayan hərəkətdir. Burada sürət azalır, kinetik də azalar. Üçüncü yenə yeniləşəndir. X ox istiqamətdə yeniləşəndir. Onda burada da kinetik enerji artar. Onlar 1 və 3. Y variantı. 53-ə baxırıq. Deyir, bir cismin sürətinin modulun zamanın asılı qrafik verilmişdir. Əvəzləyici qüvvənin işi hansı ifadələr doğrudur? Birinci hərəkətə baxırıq, yavaşlayan hərəkətdir. Sonra düz xətli bərabər sürətdir, sonra yeniləşən hərəkətdir. Əgər yavaşlayan hərəkət edirsə, onda bir dəqiqə cavabları yerləşdirək. 3 hissəsində iş mənfidir, xeyr. 3 hissəsində yeniləşəndə, 3 hissəsində iş müsbət olar yeniləşəndə. Çünki iş həm də A bərabərdir axı delta Y kinetikə, yəni kinetik enerjinin sürətinin dəyişməsi kimi bir növ xarakterizə olunur. İkinci hissədə düz xətli bərabər sürətdə iş sıfırdır. Bəli, 2 düzdür. Birinci hissədə iş mənfidir. Bəli, düzdür. Çünki birinci hissə yavaşlayan hərəkətdir. İş mənfi olacaq 3. Üçüncü hissədə iş müsbətdir. Üçüncü hissədə bəli, yeniləşən hərəkətdir. 3 müsbətdir. 4-ü yazaq. 4 də düz yazaq. Birinci hissədə iş müsbətdir. Xeyr, birinci hissədə iş mənfidir. Cavab oldu 2, 3 və 4. Cavab belə oldu. Sonra gəlir 54. 54-də deyir, radioaktiv elementlərin 15 sutka ərzində nüvələrin 8-də 7 hissəsi parçalandı. Parçalanan nüvələrin sayının düsturu bilirik ki, delta n bərabərdir n0, 1 çıxılsın, 2 üstü mənfi, t bölək t'dir. Düsturumuz budur parçalanan nüvələr üçün. Bu da deyir ki, 8-də 7-si parçalandı 15 sutkaya. Onda yazıram ki, delta n bölək n0 bərabərdir 1 çıxılsın, 2 üstü mənfi t bölünsün t'yə. 8-də 7 yazaram bunun yerinə. Çünki 8-də 7-si alınmayıb. 1 çıxılsın, 2 üstü mənfi t də özü nə qədər zamanda? 15 sutkadır. Artıq t'nin də yerinə 15 yaza bilərəm. Yazaram 15 bölünsün periyod. Bir 1'i keçirsəm bu yana olacaq 8-də 1 bərabər 2 üstü mənfi 15 bölünsün t. 8-də 1 özü 2 üstü mənfi 3'dür. 2 üstü mənfi 15 bölünsün t eləyər. Buradan da üstləri bərabərləşdirsək, mənfilər ixtisar gedər, 15 bölünsün t. T də bərabər oldu 5'ə. Belə yadımda qalır. Deməli 5 oldu. 5'i periyod tapdıq 5'dir. Bu elementin nüvələrin 16'da 5 hissəsini bəs neçə sutkaya parçalayır? Onda bu yenə bu yazırıq. 16'da 15 bərabərdir 1 çıxılsın 2 üstü mənfi t bölək periyoda. Bu 1'i bu tərəfə keçirsək 16'da 1 bərabərdir 2 üstü mənfi t bölünsün 5. Bu 2 üstü mənfi 4'dür. Bir də həmlik silib bax bunu. Yazıram 2 üstü mənfi 4. Sadələşdirirəm də. Sonra üstləri bərabərləşdirirəm. 4 bərabərdir t bölünsün 5. T bərabərdir 20'yə. Cavab olar 20. Vakuumda deyir. Vakuum diyodunda anodla katot arasında U gərginlik 40 voltdur. Y bölünsün M var. Bizdən istəyir sürəti. Bilirik ki, Y U nəyə bərabərdir? M V'nin kvatı bölünsün 2. V'ni tapsam olar 2 Y U özə balaca elektron yükü bölünsün M və kök adlı. Y bölünsün M'in yerinə bir də həmlik bu veriləni yazacağıq. Yazaram onda 2 vurulsun
2 vurulsun 2 vurulsun 10 üstü 11. U da nədir? 40 voltdur. Bu gedər. Bu gedər, daha doğrusu bu gedər, bura 12 olar. 4'ü də vuranda 4'ə bir dənə 4 çıxır. 10 üstü 2'dən də 10 üstü 6 çıxır. Olur 4 vurulsun 10 üstü 6. Cavabı da deyir mega ilə göstər. Sadəcə 4 olacaq cavab. 10 üstü 6 yanındadır. Yaxşı. Havada yayılan 3 metr böl 3 metr hertz tezlikliyi nü bərabərdir 3 mega. Metr deyil özü, megadır. 10 üstü 6. Elektromagnetik dalğasının uzunluğu. Lambda istəyir. S-ni də veribdir. S bərabərdir lambda nü. Lambda bərabərdir S bölünsün nü. S eləyir 3 vurulsun 10 üstü 8. Bu eləyir 3 vurulsun 10 üstü 6. Gəldi 3'lər getdi. Bu getdi 10 üstü 2. O da eləyər 100. Dalğa uzunluq istəyir. Cavab olar 100. 57'də sabit qüvvə xətlərindən biri təsvir edilmişdir. Verilmiş nöqtələrdə maqnit sahəsinin induksiya vektorunun istiqamətləri üçün uyğunluğu müəyyən edilir. Biz bilirik ki, sabit maqnitin induksiya xətləri daxilində S-dən N-ə doğru, xaricində isə N-dən S-ə doğrudur. Yəni B induksiya buradan belə gəlir və xaricdə N-dən S-ə doğrudursa, onda L-də B induksiya aşağı, L hardadır? Aşağı, S variantı. M-də sola doğru, B variantı. K-da isə yuxarı doğru gedəcək induksiya vektorumuz. O da D variantıdır. Bu cür taparıq. 58-ci suala deyir, K açarını açdıqda dəyişən cərəyan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişir? Müvafiq düsturları yazmaqla cavabınızı əsaslandırın. Açdıqda deyir, deməli birinci halda qapalı olub. Qapalı olduğu halda tutum nədir? İkisi də bir-birinə paralel birləşib. Paralel birləşmədə tutumları toplayırdıq. Olur ikisi. Açarı açdıqda artıq buradan yük keçməz və buradan keçər yalnız. S2 bərabər olar sadəcə S-yə. Görürük ki, tutum 2 dəfə azaldı. Bundan sonra bizə ampermetrin göstərişini istəyir. IM nəyə bərabərdir? UM bölünsün XS-yə. XS isə 1 bölü omega S-dir. O da çıxar UM-in yanına. Omega S. Fikir verin, IM S ilə düz axsıdırsa, S 2 dəfə azalıbsa, deməli ampermetrin göstərişi də 2 dəfə azalar. 2 dəfə azalar. 59-cu sualda deyir, çəksiz link və blokdan ibarət sistemdən M1 kütləli yük asılıbdır. Hazırda M1 kütləli yük asılıbdır. Linkin üfüqi istiqamətdə tarazlıqda qalması üçün ondan asılan ikinci cismin yerini və kütləsini müəyyən edin. Burada belə bir tərpənən blok var. Görürük ki, ip 300 Newtona dartılırsa eyni ipdə eyni gərilmə yaranır. Bu tərəfə də 300 düşür. Və sonda bura düşən gərilmə T olur nə? 300 üstü 300, 600. Daha sonra biz demişik ki, buradakı yəni gərilmə qüvvəsi T bərabərdir aşağıdakıların cəminə. Yəni bu nədir? M1J üstə M2J bərabərdir nəyə? Elə bu 600-ə, yəni T-yə. M1J 50-dirsə, ona vursaq 500. 500 üstə gələ M2J bərabərdir 600. M2J bərabər oldu 100-ə. Buradan çıxdıq bunu. Deməli, J 10-dursa, M2 kütləli cism 10 kiloqram imiş M2. M2-nin kütləsini tapdıq. İndi gəlin baxaq. Bu 10 kiloqram kütləli cismi mən hardan asım ki, tarazlıqda qalsın bu link. Deməli, onda yazıram. M1-in qolu nə qədərdir? M1-in qolu, dayaq buranı götürsəm, artıq teymənə lazım deyilsə, dayağı ora qoya bilərəm, o nöqtəsinə. M1-in qolu, M1J, vurulsun öz qolu elə 1 metrdir, yəni bir dənə bir aradır. M2J vurulsun, bilmirəm hardan asım, ona görə X qoyuram. M1J 500-dür. Yəni M1 50-dir, J də 10-dur. Bərabərdir, M2 10-dur, J də 10-dur, X-i də axtarıram. Deməli, bunlar X-ar gedər. X bərabərdir 5. Yəni M2 kütləli cismin qolu 5 olmalıdır. Sayıram 1, 2, 3, 4, 5. Bax, bura düşür. Deməli, M2-ni buradan assaq. M2-ni buradan assaq. Tarazlıqda qalar. Yəni S nöqtəsindən. 60-cı suala deyir ki, müvafiq şüalardan istifadə etməklə çökük sferik K güzgüsündən verilmiş cismin xəyalını qurun. Orada cisim
o əyrilik mərkəzində olubdur. Burada da desəm, sferik güzgü verilib bizə çökük. Bilirik ki, çökük güzgüyə həmin bu verilmiş cisimdən baş optik olaraq paralel şüa göndərsək, salsaq, o sferik güzgüdə sınaraq, yəni əks olunaraq gəlib fokusdan keçəcək. Bura fokusdur. Hə. Digər tərəfdən onun bura mərkəzinə yollasaq sferik güzgünün, o da əks olunaraq belə keçəcək. Biraz düz çəkmədim. Elə eləməliyəm ki, burada toqquşsunlar. Çünki bilirik ki, əyrilik radiusunda olan, əyrilik radiusunda da həm də 2F-də də, çökük güzgüdə 2F-də olan cismin xəyalı elə 2F-də alınır. Bunu biz bilirik, öyrənmişik. İndi riyaziyyat dəftəri onda daha rahat çəkmək olur. Burada çəkmək biraz çətindir. Aha, burada toqquşdular, fərz eləyək. Deməli, bu A cismidirsə, bu nöqtədə xəyalı bax, burada alınır. Və 2 dənə şüa yollamaqla bunun yolunu tapdıq.